Herkese selamlar. Bugün sizlerle kısa yolla debitorun borcunun ödenişini öğreneceğiz. Yani sattığımız malların artığı pulunu daxil edəcəyik. Gəlin başlayaq. Biz bildiyimiz kimi alış zamanı bizim borcu ödənişində həm uzun yolla, həm qısa yolla öyrənmişdik. Və onu öyrəndiyimizə görə bugün sadəcə olaraq satış üzərində gələn borcumuzun, yəni debitor borcumuzun ödənişini qısa yolla öyrənəcəyik. Bunun üçün nə edirik? Satış olan hissəyə daxil oluruq. Burada malların və xidmətlərin satışını klikləyirsiniz və avtomatik olaraq görürsünüz ki, bizdə son zaman edilən əməliyyat görünür. Yəni biz debitorumuza, mal satana bu qədər mal satmışıq. Yəni 4720 manat, bunun içində ƏDV-si də var və s. kimi hər məlumatı burada görmək olar. Bunun üçün nə edirik? Həmin o məlumatın istədiyiniz malın və yaxud da apardığınız əməliyyatın üzərinə gəlib mouse'un sağ düyməsini klikləyirsiniz və burada Base 10 var. Base 10 açılandan sonra burada qısa yol əməliyyatlar vardır. Burada bizə əsas maraqlı olan hesablaşma hesabına daxil olmalar və mədaxil xəzinə ordenidir. Bu hesablaşma hesabına daxil olmalar o deməkdir ki, bizim debitorumuz bizim bank hesabımıza pulu köçürdəcək. Yox, əgər istəyirsinizsə kassaya köçürsün, o zaman mədaxil xəzinə ordeni seçməyiniz kifayətdir. Biz sadəcə olaraq indi kartımıza, yəni bank hesabımıza istəyirik ödəniş olsun. Ona görə də bank hesabını klikləyirik və avtomatik olaraq belə bir yeni səhifə açılır. Bu səhifədə birinci dərsdə dediyim kimi artıq bütün məlumatlar avtomatik olaraq Birsel tərəfindən əlavə olunmuşdur. Bizə sadəcə olaraq bir neçə əlavə məlumatların yazılması ehtiyac duyulur. Bu məlumatlar nələrdir? Ayın tarixini düzəltmək lazımdır. Biz ayın tarixini silirik və yerinə burada müqavilədə göstərdiyimiz tarixi yazırıq. Yəni 01-15-2025. Yəni yanvarın 15-i bizə ödəniş edir eyni tarixdə. Daha sonra gəlir burada gördüyümüz kimi avtomatik olaraq bütün məlumatlar düşüb və onu bir daha da yoxlanış edirik və görürük ki, bütün məlumatlar doğrudur və hesab fakturasına daxil olub burada klikləyib və hesab fakturanı 2 dəfə klikləməklə qayməmiz düşür. Əvvəl yaradıbsınızsa düşəcək, yaratmayıbsınızsa yenisini əlavə edə bilərsiniz. Daha sonra gəlir pul vəsaitlə hərəkət maddəsi və onu klikləyirik və buradan ona uyğun məlumat seçirik. Bu bizim debitordan ödənişdir deyə debitordan ödənişdir. Bu nə üçün lazımdır? Bu elə bir məlumat veririk ki, bizim malımız və ya da bu pul hardan gəlir və kim ödəyib. Daha sonra gəlir ödəniş təyinatı. Ödəniş təyinatını istəsəz müqavilənin nömrəsini yaza bilərsiniz. Yəni buradakı bütün məlumatları qeyd edə bilərsiniz. Kopyalayıb və bura ödəniş təyinatına paste edə bilərsiniz və yaxud da əməliyyat olaraq da hardan ödəniş olacaqsa həmin şirkətin adını da kopyalayıb yaza bilərsiniz. Bu sizin üçün daha yaxşıdır ki, gələcəkdə bilə bilərsiniz ki, nədir bu. Daha sonra gəlir şərh hissəsinə. Şərh hissəsində də istəsəz bu ödəniş təyinatını kopyalayıb şərh hissəsinə daxil edə bilərsiniz ki, gələcəkdə analiz edəndə baxa bilərsiniz və bu səfər kopyalayırıq və artıq bütün məlumatları doldurduq və görürük ki, əlavə heç bir məlumata ehtiyac yoxdur və bu zamanı artıq OK düyməsini sıxıb və yaxud da yazma düyməsini də yaza bilərik. Bunların hər birini öz funksiyasını əvvəlki dərsdə qeyd etmişəm. İndi biz sadəcə olaraq yuxarıdan yaddaşa verəcəyik. Avtomatik olaraq gördüyümüz kimi yuxarıda yazıldı ki, qeydiyyata keçirilmişdir. Deka hissəsinə baxaq. Görürük ki, artıq bizim həm 224-də borc ödənişi olub. Yəni debitorumuz bizim nəyimizi ödəyib, bizim ƏDV-mizi də həm ödəyib, həm də bizim mal borcumuzu da ödəyib. Bildiyimiz kimi 4000 bunun mal borcuydu. 720 manat isə ƏDV borcuydu və avtomatik olaraq birisi onu hər birini öz kodlarına görə ayırıb, yəni 224-ə atıb, 223-ə atıb və bu da bizim gələcəkdə rahat şəkildə ƏDV əvəzləşdirilməsində və ayırmanışında köməklik edəcək. Gəlin bir daha yenidən yoxlayaq. Yəni burada hesab faktura
hissəsindən saldo cədvəlinə baxırıq və yenidən burada formalaşdırırıq. Görək bizim formalaşdırılmamız necə olub və bura baxsaq görürük ki, artıq bizdə ödəniş olunub. Yəni 224-ümüz artıq 720 manatımız gəlib və əlavə olaraq bizim bildiyimiz kimi bank hesabımızda artıq artıb. Burada görürük ki, əlavə olaraq da debitordan ödəniş gəlib və bu şəkildə etdiyimiz, yəni mal satışı zamanı etdiyimiz borcların ödənişini bir şeyinin yaddaşına daxil edə bilərik.